Quran-Kərimdə bəzi hallarda Allah sual edir və sualın ardıcında da cavabını verir. Hər günün özünün xüsusi əməlləri var. Şənbə gününün özünün duası var, bazar gününün duası, bazar ertəsi, çərşənbə axşamı, çərşənbə günü, cümə axşamı və cümə gününün özünün xüsusi duaları mövcuddur. Hər şeyin ağası olduğu kimi günlərin də ağası var. Və 114 surədən biri də Quran-Şərifdə Cümə surəsidir. Amma maraqlı məsələ bundan ibarətdir ki, Allah Quran-Şərifdə şənbə günündən danışır. Görəsən, niyə Allah Quranda şənbə günündən danışır? Şənbə gününün mahiyyəti nədir? Heç bazar günündən danışmadı, heç birinci günündən danışmadı, amma ancaq Quran-Şərifdə Allah şənbə günündən danışdı. Və Əl-Bəqərə surəsinin 65-ci ayəsində Həqqü Teala buyurur, siz də artıq içərinizdə şənbə günü həddi aşanları tanıyırsınız, biz onlara mənfur meymunlar olun dedik. Bu hadisə Bəni İsrail oğullarının dövründə baş vermiş bir hadisədir. Təbii ki, Tövrat kitabı Həzrət Musa Peyğəmbərə nazil olmuş bir kitabdır. Tövrat kitabında qeyd olunur, həmən günü, yəni şənbə günü insanlar üçün tətil elan olundu. Yəni, insanlar işləməsinlər, insanlar istirahət etsinlər. Amma bəzi insanlar fürsətdən istifadə edərək həmən günü işləməyə başladılar. Allah da həmən insanları müəyyən heyvanat aləminə aid olduqlarını qeyd elədi. Quran-Kərimdə ayədir. Quran deyir, ulaikə kəl-ən'am bəlhum əzəl. Yəni, bu Quranın bəzi insanlara verdiyi qiymətdir, bəzi insanlara verdiyi dəyərdir. Eyni zamanda Maidə surəsi. Maidə sözünün mənası bizim dilə tərcümədə süfrə deməkdir. Səmadan nazil olmuş bir Quran-ı Şərifin ayəsidir. Bəzi insanlar küfür etdilər, Allah da həmən insanları müəyyən heyvanat aləminə aid olduqlarını qeyd elədi. Və Quran-ı Şərifdə Nəba surəsinin 9-cu ayəsində keçir. Səbt sözünün mənası ümumiyyətlə ərəblər bəzən əs-səbt deyirlər, bəzən sibit deyirlər. Səbt sözünün mənası bizim dilə tərcümədə əs-səbt həm şənbə günü deməkdir, həm də dayandırmaq deməkdir. Həmən günü yalnız insanlar istirahət etsinlər və Nəba surəsinin 9-cu ayəsində bu ayə yuxu ilə bağlı olan bir ayədir. Yəni, insanlar istirahət etsinlər, insanlar dincəlsinlər. Amma həmən günü insanlar işləməyə başladılar, Allahın ayələrinə qarşı çıxdılar. Allah da həmən insanları heyvanat aləminə aid olduqlarını qeyd elədi.